Başlayırıq 58-ci sualdan. Demək deyir ki, ekvator üzərində koordinatları çəkirik. Ekvator üzərində 100 dərəcə şərq uzunluğundan 8991 kilometr şərqə, yəni buradan şərqə 8991 kilometr. Deməli, ekvatorun 1 dərəcəsi 111 olduğundan bölürük 111-ə eləyir 81 dərəcə. 100 dərəcə şərq uzunluğundan 81 şərqə gəlsək, bu eləyir 181. O zaman 360-dan çıxaraq 181-i 179 dərəcə qərb uzunluğuna düşür. Bura 180-dir. Burada 179 qərb uzunluğudur. İndi isə ikinci suala baxaq. Deməli, səyyah Bakı şəhərindən Bakının koordinatlarını çəkirik. 50, 40. Bura Bakıdır. Bakı şəhərindən 180 dərəcə azimutda hərəkət edən 7881 kilometr məsafə qət edir. Yəni 40 dərəcə şimal enliyindən 7881 kilometr cənuba hərəkət edib. Bölürük 111-ə. Çünki meridianın 1 dərəcəsini. Bu deyilir 71 dərəcə. Onun çatdığı nöqtənin koordinatını tapın. Deməli, bu 40 dərəcədən 71 aşağı gəlsək, demək 40 bura, 31 də bura gəlib 31 cənub enliyinə çatmış olar. Uzunluğumuza dəymirik. Demək, o da eləyir, hansı variant? 50 dərəcə. Şərq uzunluğu 31 cənub enliyi B variantı. İndi keçirik 3-cü suala. Demək, sxemə əsasən AC xətti üzrə məsafə, ABC xətti üzrə məsafə 40 milyon miqyaslı xəritədə neçə santimetr olduğunu hesablayın. Baxırıq, deməli, buradan bura nə qədərdir? 20 dərəcə. Buradan bura 30, buradan görürük. Buradan burada 30 dərəcə. Deməli, 20-nin üstə 30, 50, 50-nin üstə 30, 80 dərəcə. 80-i vururuq 111-ə. Niyə 111-ə vururuq? Çünki buradan bura meridian qövsü üzrə hesablayıq, düzdürmü? 111-ə. Burada da ekvatorda zaten təqribi 111-ə hesablayıq da. O zaman hamısını elə 111-ə vurarıq. Eləyir 8880 kilometr. Bunu da bölürük. Bu bizim həqiqi məsafəmizdir. Miqyas bərabərdir 400. Buradan da yazarıq x bərabərdir xəttəki sahə. 8880-i bölürük 400-ə. Bu da 3-cü məsələmiz. Baxırıq indi 62-ci suala. Deməli, Bakının koordinatını qeyd edirəm. Bura Bakıdır. Bakıdan 270 dərəcə azimutda, yəni bu istiqamətdə 4270. Deməli, 4270, bax 4270 kilometr qərbə tərəf. Yerləşən məntəqənin coğrafi koordinatını müəyyən edin. 4270-i bölərik 85,4. Bu dedir 50. Yəni bu 50 dərəcədən 50 qərbə tərəf gəlsə, elə sıfıra çatarıq, düzdürmü? Greenwich xəttinə çatmış olaraq. Enliyimiz olduğu kimi qalacaq 40 şimal enliyi. A bəndi. 64-cü məsələyə baxaq. Demək, ekvator üzərində A və B nöqtələr, 2 dənə nöqtə çəkirik. Bu A, bu da B. Bunlar arasındakı dərəcə fərqi 40 dərəcədir. Məsələn, bura 20-dirsə, bura 60-dır məsələn. Aralarında nə qədər fərq var? 40 dərəcə fərq edir, düzdür? 40 dərəcəmizi vurarıq ekvatorun 1 dərəcəsinə. 111-ə edir 4440 kilometr. Miqyas bərabərdir 444. Xəttəki məsafəni tapanda 4440-ı bölərik 444-ə. O da eləyir 10. Y variantı.